Dəyərli izləyicilərimiz, sizə çəkib təqdim eləyəcəyim ev əsl usta evidir. Hörmətli izləyicilər, əsl usta evi. Adətən deyirlər, o yeni tikilən evlər belə olur, elə olur. Gəlin başlayaq, keyfiyyətin də, sənədin də, qiymətin də deyəcəm. Bu evin giriş qapısıdır. Sağda yerləşir mətbəx studiya, bir dənə mətbəx studiya. Qoşa kubikdir, hörmətli izləyicilər, qoşa kubikdir. Üstünün kəməri, fundamenti. Masazır qəsəbəsində əsas yola yaxın məsafədə suyu, qazı, işığı çəkilib. Deməli, bir tərəfi 3 mərtəbələr qurtuluşa düşür, bir tərəfi də düşür Masazır Cümə məscidinin yaxınlığına. Burada da bir dənə geniş yataq otağı. Kim istəsə 2 otaq kimi istifadə edir, amma 2 otaq üçün çox böyükdür. Qoşa kubikdir, hörmətli izləyicilərimiz. Fundamenti, kəməri qaydasında ev bütövlükdə istipoldur. Bu da istipolun kollektoru. Orada elektrik işdir, hamısı qaydasındadır. Hamamın kafeli metlağı vurulub, kanalizasiya, mərkəzi kanalizasiya sisteminə qoşulub. Qoşa kubikdir, hörmətli izləyicilər. Baxın, qoşa kubikdir, hamısı qaydasındadır. Masazır qəsəbəsində quru ərazidir, nəmişlik də yoxdur. Burada da bir yataq otağı, radiatorlara ehtiyac olmayacaq. Qoşa kubikdir, dəyərli izləyicilər. Niyə qoşa kubikdir, qoşa kubikdir, qoşa kubikdir? Yəni, adətən deyirlər ki, təzə tikilən evlər keyfiyyətsizdir falan. Yəni, inanın köhnədən də tikilən var ki, keyfiyyətsizdir. Və yaxud da ki, təzə tikən, keyfiyyətsiz tikən var, keyfiyyətli tikən var. Və bu adamına baxır. Kürsülü evdir, dəyərli izləyicilər. Baxın, belə bir evdir. Kanalizasiya, mərkəzi kanalizasiya sisteminə qoşulub. Deməli, elektrik qovşağı, kombi xəttləri, kombizi quraşdıracaqsınız, ev olacaq ot kimi, istipoldur. Üstü paket krişadır. Evin qabağı, sağı, solu açıqdır. Bax, belə bir məhləsi var. Qəşəng. Ora gedir məscidə, bu tərəfdə düşür qurtuluşa. Üstü dəmir krişadır. Dəmir krişadır, yanan material deyil. Paketdir, dəyərli izləyicilər. Paketdir, sayğaclar qaydasında, baxın, kəmərinə qədər atılıb. Belə, qiyməti 47 min manatdır, sənədi eskiz layihədir. Sayğaclar Adanada keçəcək Dədəbaba qaydası ilə. Zəng eləyin, evi göstərək, sağ olun.